Bu səfərləri niyə müsbət qiymətləndirirəm Ləman xanım? İndi düzdür, bəzi siyasətdən başı çıxmayan, nə deyim, taxtabaşlar deyim, ay avtobusa mindilər filan ki. Onlar artıq məhəl qoymamaq lazım. Sən də skuterlə get, nə istəyirsən get də. Yəni yox, başqa bir şey. Burada bax Ləman xanım, indi sizin partiya sədrləri və media 2 avtobusla gedirdi də belə deyək. Görürsüz, sizin avtobusda ASTV-nin müxbirləri də gedirdi. Dövlət Azərtacın da müxbirləri gedirdi və sizlə, siz indi biraz belə götürəndə müxalif yönümlü, müxalif yönümlü deyil, tənqidçi mediasınız. Bizim avtobusda yapın icra aparatının rəhbəri, administrasiyanın şöbənin müdürü Ədalət Vəliyev, parlament partiyaları və bizim kimi müxalifət partiyaları hamı bir yerdə gedir, ünsiyyət qurulur. Siz bilirsiniz o avtobusun içində nə qədər söz-söhbət getdi, müzakirələr, mübahisələr, danışıqlar, dialoqlar filanlar. O deyəsən sizdə şey. O bir saat bitəndə artıq. Yəni bu bir ünsiyyət yaradır. Belə deyək də bir-birimizə düşmən kimi, faşist kimi baxmırıq. Görə yox, bunlar da normal. O da yox, bu Tural da adamdır. Bu da mən də görürüm, yox, bunlar da elə. Yəni bu ünsiyyət yaranır. Eyni anda o psixoloji bariyerlər aradan qalxır. İqtidardakılar görür ki, qardaş, məsəl üçün yapın indi 60 neçə deputatı var da. Məsələn, birdə mən küçədə salam versəm, indi 5 dəqiqə fikirləşəcək ki, mən buna salam verim, verməyim, buradan çəkərlər, çəkməzlər, nə olur filan. Amma görəndə ki, Tahir Budaqovla Tural Abbaslı eyni avtobusda gedir, eyni yerdə otururlar, eyni şəkildə müzakirə qardaş, mənim rəhbərliyim orada əgər oturub durubsa, mən niyə oturub durmuyum? Və ya da polis rəisi görürsə ki, məsəl üçün, qardaş, bu belə deyək də, bunların çes verdiyi adamlar elə müxalifətlə bir yerdədirlər, demək bunlar da, yəni bizdə o bariyerlər var, o bariyerlər aradan qalxır. Və biz getdik Laçına və digər, indi Qarabağda azad olmuş əraziləri, göz prezidentin səlahiyyətli nümayəndələri içi biz qarşı hamıya oradakı görülən işlərdən, filəndən izahat verirlər, göstərirlər, yola sayın. Onların beynində artıq biz terrorçu deyilik. Biz izah elə, bu müxalifət. Sabah mən Laçını özüm geçsəm və ya siz ayrıca geçsəz, Ləman xanım tənqidçidir, birdən biz ona salam versək, problem olar. Yox, deyəcək, Ləman xanım dünən prezident administrasiyasından gəlmişdi, İqtidar Partiyasından, büyündə Tural bəy filan. Yəni, bu bariyerlərin aradan qalxması üçün önəmlidir. Bu, əsas mənim üçün budur. Çünki 93-dən bir düşmənçilik qoyulmuşuq. Hələ də o fikirlər var. Burada bir şey var. Ya söyməlisən, ya tərifləməlisən. Qardaş, mən nə söymək istəyirəm, nə tərifləmək. Nə var, onu demək istəyirəm. Göz Qarabağ siyasət deyir, eşq olsun, xarici siyasət eşq olsun, bu iş eşq olsun. Amma sosial siyasət, burada əmək haqqı, pensiyalar, uşaq pulu, bu tənqid, Səhiyyə Nazirliyi filan tənqid, təhsil sistemində tənqid, yaxşıya yaxşı, pisə pis və artıq nazirliklər, artıq dövlət qurumları da başa düşməlidir ki, Turalın onlarla heç bir problemi yoxdur. Nə onlara daş atıb, nə onlar Turala daş atıb. Yaxşı iş görəcəksən, tərifləyəcək, pis iş görəcəksən, tənqid eləyəcək. Və ikinci bir nüansı nədir? Bu belə səfərlərin faydası nədir? Mənə görə baxın, həm daxili auditoriya, həm xarici auditoriya görür ki, Qarabağ məsələsi, ümummilli məsələlərdə burada iqtidar müxalifət yoxdur. Məsələn, bir masa arxasında oturmaq istəməyən partiya sədrləri Qarabağa bir yerdə gedirlər, bir yerdə bayraq açırlar, bir yerdə bəyanat verirlər. Bunlar artıq o xaricdən daxili qarışdırmaq istəyən qüvvələrin də manevr imkanlarını azaldır. Deyə bilərsiniz, getməyənlər də var. Mən düşünürəm ki, şəxsən, Ləman xanım, heç kim də xətrinə dəyməsin. Getməyənlər özlərini bazara çıxardıblar. Bax, ay Amerika, ay Soros, ay London, ay Macron, Tural gedib, bunların adamıdır, mən getməmişəm, məndən istədiyin manevr eləyə bilərsən. Yəni o dağıdıcılıq və yaxud öz maraqlarını burada təmin eləmək üçün sənə burada kuklalar lazımdırsa, marionetlər, mən buradayam, görsən, məsafə saxlamışam. Niyə getməyəsən? Məntiq nədir? Bir siyasi, hüquqi, ictimai, sosial, bir məntiqi argument. Sən Qarabağı görmək istəmirsən. Doğrudan da, yəni biz 30 ildir onun davasına aparmadıq ki, bizim torpaqlarımız azad etmək lazım idi. Bəzilər deyir ki, bizim özümüz qeyb görəcəyik. Qardaş, mənim özüm gedəndə yolda polis saxlayır, hara gedirsən, nə? Bir də var ki, dövlətlə gedirsən. Hara gedirsən, gözəl, səliqəli, ən yüksək səviyyədə protokolla. Hansı rahatdır? Əlbəttə. Bilirsiniz, bax, buna istinad eləyərəm, mən deyirəm ki, getməyənlər, bu prosesdə iştirak eləməyənlər, kim nə istəyir fikirləşsin, açıq da deyirəm, bu prosesdə, yumuşalma prosesində, dialoq prosesində iştirak eləməyənlər, yəni siyasi baxımdan deyirəm, özlərini bazara çıxardıblar. Vəssalam, başqa izahı yoxdur.
Kim deyir ki, mənim dialoqda hər iştirak edən vətəni milləti satıb? Gəlin görək, siz mi çox vətən millət haqqında əziyyət çəkmisiniz, döyüşmüsünüz, vuruşmusunuz, biz mi? Düzdür ya, sadəcə o özlərini bazarda saxlayırlar. Biz azıq da, yəni dünənə qədər Macron 10 partiya ilə işləyə bilərdi, amma indi azalıb. Niyə? Çünki kim bunlarla gedibsə Qarabağa, bunlar onların adamıdır. Biz getməmişik, ha. Biz birgə bəyanata imza atmamışıq, ha, Şuşa azad olunanda. Biz birgə bəyanata imza atmamışıq, ha. Məsəl üçün deyək, Avropa biz ayrıca vermişik. Niyə? Bax eləməyə, niyə? Məsələn deyir ki, Şuşanın azad olunmasıyla bağlı birgə prezidentə məsəl üçün deyək, təbrik məktubu. Məsəl üçün deyək, qardaş, bunu o prezidentin Ali Baş Komandanlığı dönəmində alınıb da. Ləman xanımın dönəmində alınsaydı, Ləman xanım olacaqdı. Bir başqası bir... Yox, biz birgə bütün partiyalarından olan siyahıya imza atmırıq. Biz ayrıca təbrik edəcəyik. Niyə? Nədir? Bax, məqsəd nədir? Niyə? Məqsəd odur ki, bazar. Biz fərqliyik. Biz görürsünüz, bunlardan fərqliyik. Yəni, bazara çıxardıblar özlərini. Mən də deyim buradan ki, onlar heç kim alası deyil. Çünki onların bir çoxunun elə, nə deyək, elektoratı da bəllidir, potensialları da bəllidir. Heç kim axsaq ata qoyuluş qoymaz. Ona görə onlar kiməsə hesablayırlarsa Azərbaycan xalqını hesablasınlar. Nə xaricə, nə də iqtidara.